Bəli. Salam Nilar, da. Buyur. Buyur. Buyur, videonun başlamanı gözləyirdim. Allah səni şöyle. Mən videonun başladım. Yaxşı, baxın görün, əyirlik falan yoxdur ki. Yəni, bu gün çox üzvlərdən danışacaq. Nələrdən? Çox üzvlərdən. Bəli. 200'lülər. Çox üzvlər. Bəli. Çox üzvlərin növləri bir neçə dənədir, yəni var, çoxdur. Amma biz onlardan əsas sizə lazım olanları keçəcəyik. Çox üzvlər hansı figurlardır, uşaqlar? İki üzü, hər hansı iki üzü paralel olan, belədir, məsələn. Bax, bildiyimiz düzbucaqlı paralelipiped budur. Bildiyimiz, aydındır mı? Adı bildiyimiz qutu da, yeşil. Bu nədir? Düzbucaqlı paralelipiped. Buranın tozunu azalmaq. Demək, düzbucaqlı paralelipipeddir. Neçə üzü var bunun? Baxa bilərsiniz də. 6. Neçə üzü var? 6. 6 dənə üzü var, elə deyil. Sadəcə burası açıqdır, içlərini özüm açıq qoymuşam ki, bu lazım olacaq burada. Aydındır mı? 6 dənə üzü. Bu məsələn düzbucaqlı paralelipipeddir. Bunun öz nədir? Çox üzlüdür. Aydındır mı? Çox üzlüdür. Elə bil ki, hansı figurlara çox üzlü deyəcəyik? Hər hansı iki üzü paralel olmalıdır 100%. Məsələn, tutaq ki, aşağıdakının yuxarıki necədir? Paralel çoxbucaqlıdan ibarət olur. Deməli, belə yaza bilərik ki, hər hansı iki hər hansı iki üzü paralel çoxbucaqlı çoxbucaqlı digər üzləri dördbucaqlı olan figurdur. Digər üzləri deyəndə yan üzləri nəzərdə tutur da. Bu yan üzləri hamısından uşaqlar. Dördbucaqlı. İndi dördbucaqlı parallelogram da ola bilər, rom da ola bilər, kvadrat da ola bilər. Digər üzləri də dördbucaqlı olan figurdur. İndi bu çoxüzlünün əsas növlərindən biri də nədir? Prizmadır. Nəyə baxacaq? Bunun özü prizmanın bir növüdür da. Prizmanın növləri var. Kub, paralelipiped, bunlar hamısı nəyin növləridir? Prizmanın növləri. Prizmanın növləri çoxdur. Əsas növlər nədir bu? İndi prizmanın növlərinə baxacaq. Prizma. İndi sizdə heç prizma adı keçməyəcək. Topluda istəyərsək yoxdur. Baxsız sualların çıxımı prizma yoxdur. Sadəcə kub və paralelipipeddən söhbət gedir. İndi prizmamız 3 bucaqlı ola bilər, 4 bucaqlı ola bilər, 5 bucaqlı, 6 bucaqlı neyləyə bilər? Gedə bilər də, bəli. Məsələn, 3 bucaqlı prizma. 3 bucaqlı prizma. Ümumiyyətlə, prizmanın oturacağı nəticə adı elə adlandırılır. Əgər bunun oturacağı hansı figurdur? 6. Hansı figurdur? Deməli, buna düzbucaqlı prizma deyəcək. Aydınmı? Və yaxud da düzbucaqlı paralelipiped deyəcək. Amma oturacağı, məsələn, əgər 3 bucaqlıdırsa, bax bir bura. Məsələn, burada bir 3 bucaq çəkirəm. Bunları da bu formada birləşdirirsək. Elə bil ki, yeşil 3 bucaq formasıdır da. 3 bucaq formasında bir qabdır. Buna nə deyəcək? 3 bucaqlı prizma. Oturacağı hansı figurdur? 3 bucaq. Bu da hansı figurdur? 3 bucaq. Bunlar bir-birinə necədirlər? Paraleldirlər. Amma digər üzləri hansı figurdur? Görürsünüz, istəyir 3 bucaqlı olsun, istəyir 5 bucaqlı olsun. Yan üzlər həmişə hansı figur olur uşaqlar? Məsələn, bu bir yan üzüdür. Nə bileyim, digər məsələn bu bir yan üzüdür. Bunlar hamısı hansı figurdur? 4 bucaqlıdır. Bir də o biri tərəfdə qalan yan üzü var da, arxa tərəfdə, bax bu. Bu da nədir? 4 bucaqlıdır. Nədir? Hə, 4 bucaqlıdır. Düz bucaqlı da ola bilər, başqa da olur. Kvadrat da ola bilər. Əsas o 4 bucaqlıdır da, bildinizmi? Yəni, o paralel üzvlərə nə deyirik? Oturacaqlar deyirik. Aydındır mı? Üstəki nə deyirik? Oturacaq.
Oturacaq. Alttaşa nə deyirik? Oturacaq. Oturacaq. Bəs digərlərə nə deyirik? Yan üzlər. Yan üz. Neçə dənə yan üzü var? 2 dənə. 3 dənə. 3 dənə yanı var da, 3 bucağı deyil. Bir dənə, 2 dənə, bir də arxa tərəfdə də 3 dənə yan üzü var. Bunun neçə dənə yan üzü var? 4 dənə yan üzü var da. 1, 2, 3, 4 də qarşı-qarşı sarılmış. Neçə dənə yan üzü var? 4 dənə yan üzü var. Neçədən oturacağı var? Bir altda, bir üstdə də istənilən bu prizmaların 2 dənə oturacağı olur. Alt, üst. Bəs bu üzlərin birləşdiyi xəttə nə deyirik? Til. Bu nə idi prizmanın uşaqlar? Tilidir. Çox uzun til. Bunlar tillər. Gördünüz bu xəttlər hamısı nədir? Tillərdir. Bəli. Bax bu çox uzunun tilləridir. İndi bunların tillərinin sayının tapılması da var. Ona da baxacaq. Mesela bunun özü oldu til. Bəli. İndi bir dənə dördbucaqlı prizma çəkək, onun üzərində təpə nöqtələrin sayı, tillərinin sayı, diaqonalların sayını da göstərək. Burada. Deməli. İndi bu oldu neçə bucaqlı prizma? 3. Adı oldu 3 bucaqlı prizma. Bəli, 3 bucaqlı prizma. Bir də var 4 bucaqlı prizma. Düzgün otaqlı. Ehtiyac yoxdur bu. 4 bucaqlı prizma. Məsələn, sizə çox lazım olacaq da, paralelipiped çəkəndə, kub çəkəndə, bura bax. Məsələn, bir dənə düzbucaqlı çəkirsən, bir dənə düzbucaqlı çəkirsən, çoxu indi bunları bilir çəkməyi. Bilməyənlər də bilsin. 2 düzbucaqlı nə edəcəksən? Kəsişdirəcəksən. 2 dənə düzbucaqlı nə edirsən? Neynəmişəm? Venn diaqram kimdə? Venn diaqramda dairə çəkilir. Burada nə çəkilir? Düzbucaqlılar ölü kəssin. Bunlar nə idi? Ortağıdır. Burada fərqli hissələri. İndi təpə nöqtələri nə edirsən? Birləşdirirsən. Nə yaranır? Düzbucaqlı paralelipiped və yaxud da prizmanda. Ümumilikdə buna da prizma deyə bilir. Alındı bundan. Aydındır? Və əlimdəkindən alındı. Düzbucaqlı paralelipiped. Yəni dördbucaqlı prizma. İndi uşaqlar, bu altdakı üz prizmanın nə idi? Oturacaqlıdır, bəli. Bu da onun nə idi? Oturacaqlıdır, bəli. Oturacaq hansı fiqurdur? Düzbucaqlı da, indi düzbucaqlı deməmişik, yəni dördbucaqlıdır, elə deyil mi? Ona görə buna necə prizma deyirik? Dördbucaqlı prizma deyirik. İndi düzbucaqlı da ola bilər, rond da ola bilər, kvadrat da ola bilər. İndi deməmişəm, vurğulamamışam, bəli. Sonra, burada bəs, indi baxaq bunlara. Bunlar nələrdir? Təpə nöqtələri. Düz xəttlərdə tikir. Bəli, təpə nöqtələridir. A, B, C, D, A1, B1, D1, bir də C1. Bəli, bunlar. İndi uşaqlar, A1 nədir burada? A1. Təpə. Til. A1 tildir. B1 tildir. AB tildir. BC tildir. Yəni nə xətt görürsə hamısı çox uzun tilləridir. İndi neçə dənə təpə nöqtəsi var desəm nə deyərsiniz? 8 dənə. 4 aşağıda, 4 yuxarıda. Qulaq as. Fikriniz burada olsun da. Sonra qeyd edərsiniz, yaşayışını çəkərsiniz. Neçə bucaqlı idi bu uşaqlar? 4 bucaqlı. Deməli, əgər M bucaqlıdırsa, deməli, M bucaqlı prizmada, bura yazıram. M bucaqlı prizmada təpə nöqtələrin sayı. Məntiqlə düşünün, nə etməliyik təpə nöqtənin sayını tapmaq? 8'e vurmalıyım. 8'e vurmalıyım. Neçə təpə nöqtəsi olur? 8. Bunu neçə vurmalıyım? Hə, neçə bucaqlı prizmadır? 4 bucaqlı. Neçə vurmalıyım? 4 4-ə bura 8 eləyir. 2 də.
Neçə bucaqlı prizmadır? 4 bucaqlı prizmadır. Neçə təpəsi var? 8. Neçə vurmalı? İkiye. Yəni eni nəyə vurmalı? 2 ilə tapılacaq da. Məsələn bu neçə bucaqlı prizmadır? Neçə təpəsi var? Sayın bir dənə. 6. Neynəməzsiniz? İkiye. Bu hamısını deyil şeydir də. 2'ye varım. Neçə təpə nöqtəsi var? 6 dənə. Neçə bucaqlı prizmadır? 3 bucaqlı neynəməliyik? İkiye. Həmişə ikincisi olur da yəni. Məsələn 5 bucaqlı prizmada neçə təpə nöqtəsi olacaq? 10 dənə. 10 dənə. 6 bucaqlı prizmada 12 dənə. Çətin bir şey yox. İndi baxırıq. 2'ye varım. Hə də tillərin sayı. 3'e varacağım. Tilləri bu əzbərləməyə ehtiyac yoxdur ki. Məsələn balaca birində elə yeşiyin özündə elə ağla salırsan ki, yada salırsan ki, məsələn belə neynirlər, neçəyə vururlar. Bütün hamısında elədir bir qayda olaraq. İndi tillərin sayı. Neçə dənə til görürsünüz? Bir dənə özünüz sayın onu orada. 12 dənə. 12 dənə. Neçə bucaqlı prizmadır? 4. Neynəməliyik? Çabuk. Üçə vurmalıyıq. En vur 3. En vur 3 ilə tapılır. Bunun neçə til var? Sayın. 9. 9 dənə. Neçə bucaqlı prizmadır? Neynəmlər? Yenə çalırsan. 5 bucaqlıda neçə dənə olacaq? 15. 15 dənə. 6 bucaqlıda 18 dənə. Yəni tilin sayını tapmaq üçün neçə bucaqlı prizmadırsa, bucaq sayını və təpə sayını 3-ə vurursan. Bəli. Sonra burada diagonal sayı da var. Nə sayı? Diagonal sayı. Diagonal sayı. Bəli. Məsələn burada diagonal yoxdur. Burada diagonal yoxdur. Bəli. Niyə görə yoxdur? Çəkə bilmirəm oxunan buradan. Bu üzün diagonalı başqa, çox üzünün diagonalı başqa. Məsələn burada diagonal olur. Diagonal çəkə bilərik burada. Necə? Məsələn elə ki diagonal içindən keçməlidir. Görürsünüz bunu? Bax bu belə bir çəksən, bu üzün diagonalıdır. Başa düşdünüz? Bu çox üzünün diagonalı sayılmır. Bu nəyin diagonalıdır? Sadəcə yan üzün diagonalıdır. Bu yan üzün diagonalıdır. Kubun və ya da paralelipipedin və ya da çox üzünün prizmanın diagonalı harasından keçməlidir? İçərisindən. Bax elə bil ki bu küncdən bu küncünü birləşdirir. Bax bu içindəki o nəyi sayılır? Diagonalı. Elə bil ki o təpə ilə bu təpəni bir və yaxud da bununla bunu birləşdirir. Bu nəyi sayılır? Prizmanı. Amma bu nəyin diagonalıdır? Üzün diagonalıdır. Ama onu Qarışdırır. A1 diyor. İçindən keçməlidir. İndi onun diagonalı çəkmək üçün nə ilə nəyi birləşdirməlidir? C1, B D1. A ilə C1 var, içindən keçməlidir. Sonra B ilə D. B ilə D1-i, C ilə nə dedin? A1. Və A-nı. C ilə A-nı. Bəli, D ilə B1-i. D ilə B1-i, bəli, içindən keçəcək. C1 Bəli. B ilə D1, nə dedin? C1 ananı. B1 ilə Hə, onu dedi, daha təkrar deyirsiniz. Bəli, A ilə C1-i, bəli, daha dedinizdə demək olar. Orada kim var? Hə, düz deyir də, burada da sağ olsun, o gün ayaq altı eləmişlər, o 40 kilo eləmişlər. Təmin elədim. Hadi içindən keçir də, məsələn, bu nə idi onun? Kubun nə idi? Diagonalıdır, bəli. Bundan neçə dənə çəkə bilərik? Buradan da çəkə bilərik, bax, buradan bura. Bəli, sonra buradan bura çəkə bilərsən. Bir də buradan bu tərəfə çəkə bilərsən diagonal, aydındır? Deməli, diagonalların sayı. Burada indi neçə dənə diagonal çəkə bilərik biz? 4. Yox, yan üzlərini seçə bilərik. Yox, özünün diagonalı neçə dənədir? 4 dənədir də, məsələn. Buradan bura bir dənə, buradan bura bir dənə. Neçə oldu? 2 dənə. Sonra buradan bura bir dənə, 3 dənə. Buradan da bura bir dənə. Neçə oldu? 4 dənə. Bəli. Deməli. Onun düsturu yoxdur. Var, yaza bilərik. En vur 1. Yox, yox. Elə bil ki, en vurulsun. Neçə bucaqlıdır bu? 4-dür. Normal çox bucaqlıda bir təpədən çıxan diagonalın sayı necə tapılır? Yadınızdadır. En sıfır. En sıfır. Ben Kimdir? Ben Halal deyirlər. İndi neçə bucaqlı prizmadır? 4 bucaqlı. İndi elə bil ki 4 vur 4 çıx 3 nə eləyir? Elə 4 eləyir də. Yəni qaydası əslində odur. Burada işimizə onsuz çox yaramır. En vur, en çıx 3 ilə tapılacaq. Nəyin sayı?
Diagonalın sayı. Yenə də eni 24 qoysun. 4 vur, 4 çıx 3. Yenə də 4 edir. Onsuz da. Bu düzdür də sizə çox lazım. Hələ ki 9-da çox lazım olmayacaq da. Ehtiyac yox. Çünki siz maksimum paralelipipeddən, yəni 4 bucaqlardan danışır. Bunu əl üzlə də çəkib saya bilərsiniz yəni. Bunun üçün düsturlara ehtiyac yox heç bunlara. Aydındır? Çünki özün çəkib saya bilərsən də, heç nəyin diagonalda ehtiyac yoxdur. Hə, bu nə vaxt lazım olar? 6 bucaqlıda, 7 bucaqlıda, hə bir orada çəkib qarışdırarsan, çəkib tarım olmayacaq. Bir də diagonal sayından başqa çox üzrdə diagonal kəsiyi var. Nə var? Diagonal kəsiyi. Diagonal kəsiyi nədir? Bax. Elə bir ki, içindən, künclərindən bir dənə fiqur keçirdirsən, yerləşən bir fiqur. Məsələn, bunun nə idi? Diagonal kəsiyi. İçindən elə bir ki, bir lövhə keçirdirsən. Amma da yerləşən də, durub dairə keçirməyəsən buradan. Tam ki, bir də belə keçirdə bilərəm, eləmi? Bəli, neçədən oldu? 2 dənə diagonal kəsiyi ola bilər. Bir belə, bir də belə. Neçə dənə diagonal kəsiyi oldu? 2 dənə. Diagonal boyu keçirdilər lövhəyə, diagonal. Məsələn, bu 4 bucaqlı prizmadır da. Bunun diagonal kəsiyi hansı fiqurdur? Düz bucaq. Düz bucaqlıdır da, bəli, diagonal kəsiyi var. Tam yerləşir içərisinə. Bu oldu bunun nəyi? Diagonal kəsiyi. Bu lövhə bunun nəyi sayılır? Bu diagonal kəsiyi. Bəli. Bunun da tapılması qaydasına gələndə bunu 2-yə böləcəksən. Bax bunu. Diagonal sayını neçə böləcəksən? 2. Yəni bayağı yazdığımız n vur, n çıx 3-ü nəyə bölürsən? 2-yə. Neçə dənə diagonalı var idi? 4 dənə. 2-yə bölün nə edir? 2. Həqiqətən də bunun üçün düstura ehtiyacı yoxdur da. Bir dənə bu künclərdən keçirə bilirsən içəri, bir dənə də buradan keçirə bilirsən. Neçə dənə diagonal kəsiyi oldu? 2 dənə diagonal kəsiyi. Belə. Diagonal kəsiyi sayı n vur, n çıx 3 bölü 2. Bax belə. Silir mi bu hissəni? Tamam. Deməli. Nəysə. İndi çox uzatmıram. Keçirəm düzbucaqlı paralelipiped. Ümumiyyətlə paralelipiped anlayışı bilirsiniz nədir? Oturacağı dört bucaqlı olan prizma nədir? Paralelipiped. Paralelipipeddir. Bu adi paralelipiped. Yəni oturacağı istəyir düzbucaqlı olsun, istəyir kvadrat olsun, istəyir romb olsun, paralelogram olsun. Hamısı paralelipipeddir. Amma biz danışacağıq sırf nədən? Düzbucaqlı paralelipiped. Yəni oturacağı nə olacaq? Düzbucaqlı olacaq. Keçirik indi düzbucaqlı paralelipiped. Düzbucaqlı paralelipiped. Yəni indi keçəcəyim mövzunu, yəni pulla paralelipiped keçəcək. Hərəsinin yüngülvari düsturları var. Onları bilən adam həmişə buraxılışda sualları yazır. Yəni bunlar elə mövzulardır ki, yəni bunun bir neçə dənə həcmin, nə bilim, sahəsini bildinsə, yerinə qoyub yazırsan. Yəni, ən anlayışsız uşaq belə, məsələn, bu il düşmüşdə, paralelipipedin həcmini tap. Verilmişdi ölçüləri, məsələn, 5, 8, 10 olan paralelipipedin həcmini tap. 5 vur 8 vurun, həcm belə tapılır da. Vurub tapmış, yəni, heç o biri sualları yazmayan bir uşaq. Ona görə də bu mövzu çətinləşdirmir də, hər cürdə göstərir, yəni çətin bir mövzu deyil. Düzbucaqlı paralelipiped. Oturacağı hansı fiqur olur uşaqlar? Oturacağı düzbucaqlıdır. Biri var adi paralelipiped. Oturacağı istənilən dördbucaqlı ola bilər. Biz danışırıq düzbucaqlı paralelipipeddən. Yəni oturacağı nə olacaq uşaqlar? Bəli, oturacağı düzbucaqlı olacaq. Bəli.
Oturacağı düzbucaqlıdır. Düzbucaqlıdır. Bəli. Gələk indi burada düzbucaqlı poliepipimizi çəkək. Bayaqdan göstərdiyimiz fiqur nədir? Elə düzbucaqlı poliepipdir. Daha hər şeyi bilirsiniz. Təpə nöqtəsinin sayı, diaqonalın sayı, diaqonal kəsim nədir? Demək olar bir dənə düsturları yazılır. Deməli, yox, nə deyil, sağ olun. Yenə bu şəkli gedib əndiravalı şeyləri aparmır Məhəmməd Ali. Yəni ki, bir dənə düzbucağı çəkdin, çəkə bilirsən düzbucağını. Afərin. Deməli, ikinci düzbucağını bununla nə edirsən? Kəsişdirirsən, belə. Belə, kəsişdirirsən. Sonra təpə nöqtələrini nə edirsən? Birləşdirirsən. Yaxşı. Bəli. Bəli. Yaxşı. Bu oldu düzbucaqlı poliepipimiz. İndi gələk bunun bir də elə belə şifahi həm də təkrarlamış olun. Tili nə qədər oldu? Ya da təpəsi yazaq. Təpə nöqtəsinin sayı. 8 dənə, eləmi? Daha düstura ehtiyac var. 4 təpə yuxarıda, 4 təpə aşağı. Nə qədər oldu? 8 dənə təpəsi oldu. Til sayı. Nə qədər oldu? 12 dənə də sayırsan. Aydındır. Və yaxud da... Oradakı bir şey. Hadi, yaşıyor. Sadəcə indi sırf düzbucaqlı poliepiped haqqında danışaq. 12 dənə. Bəli. Sonra diaqonal sayı. 4 dənə. Bəli, eyni şeydir. Diaqonal sayı 4 dənə. Orada sadəcə düsturları yazdıq. Burada konkret sayılar. Bəs diaqonal kəsir 2 dənə. Bəli. Diaqonal kəsir oldu 2 dənə. Bəli. İndi uşaqlar, burada poliepipedin müəyyən ölçülərini yazacaq. Məsələn, bu düzbucaqlıdırsa, bu oturacağın bucaqları neçə dərəcədir? Bunu o dəqiqə sən qeyd eləməlisən. Bilirəm, bunu deyir ki, uşaqlar bəzən nəzərə almır, amma bunları qeyd elə, nəzərində qalsın. Düzbucaqlı kimi gözün qabağında olsun. Çünki bir də görsən Pifagorda lazım olacaq. Bir də gördün 30-60 qaydası da lazım olar düzbucaqlına. İndi oturacağı düzbucaqlıdır, eləmi? Düzbucağının eni olur, bir də nəyi olur? Uzunluğu olur. Bu dik olan bu hissə, buna da S deyirik. Həm də poliepipedin nəyi sayılır bu? Hündürlüyü. Eləmi? Nəyi sayılır? Hündürlüyü sayılır da bu S. Bəli. İndi buna aid bəzi düsturlara baxaq. Oturacağı hansı fiqurdur uşaqlar? Düzbucağın sahəsi necə tapılır? A vur B. A vur B. Bəli, A vur B. İndi oturacaq düzbucağının tərəfləri AB-dir. Düzbucağının sahəsi hər kəs bilir. S ot yazılır da qısa olaraq. Yəni S ot nə deməkdir? Oturacağın sahəsi olacaq A vur B. Bunu bildik. İndi bəs yan üzlər hansı fiqurdur? Kvadrat. 4 bucaqlı. O da düzbucaqlıdır. O da düzbucaqlıdır. Bəli. Çünki kvadrat mümkün deyil olsun. Çünki bir tərəf nədir? S-dir, bir tərəf nədir? A-dır. Bu S-dirsə, bunun hamısı nədir? S-dir də, bunu bilməlisən. Bu A-dırsa, bunun qarşısı nədir? O da A-dır. Bu B-dirsə, bunun da qarşısı nədir? B-dir. İndi, məsələn, bu yan üz sahəsini necə tapacaqsan? A vur B. Hə? Düzbucaqlı da A vur. A vur nə? Hündürlüklə. A vur S deyil. A vur S-dir. Bu S-dir, bu A-dır. A vur S. Bu da nədir? A vur S yəni. A vur S. Bəs mənə baxan üz nədir? Bura. S vur B. S vur B. Bəs arxada qalan üz nədir? S vur B. Onda 2 dənə nə oldu? Nədən 2 dənə oldu deyil də? Neçə dənə yalnız var? 4 dənə. 4 dənə yalnız var da. İkisi eyni oldu da. İkisi eyni oldu da. Burada nə qədər oldu? Sahə nə oldu burada? Bu nə oldu? Neçə dənə S bura? 2 dənə. Deyil də, bəli. Bunun sahəsi nə oldu? Bunun sahəsi nə oldu? Neçə dənə oldu? Onda S yan, yəni yan səthi da. S yan.
2 dənə nə? AC, üstə gəl 2 dənə BC. Yəni yan üzlərin sahəsi. Ayrı-ayrı tapırsan da. Yəni ayrı-ayrı tapa bilərsən. Birini tapıb 2-yə də vura bilərsən. Bəli. Bir də var S tam. S tam. Neçə dənə öz var ümumi? Hə? 6 dənə. Neçə dənə? 6. 6 dənə üzü var da, bəli. Onda 2 dənə AC var, 2 dənə BC var. Nə yoxdur? 2 dənə Sebi. 2 dənə nə yoxdur? Abi. AB yox. Baxmırsınız. Bura nədir? Bura nədir uzunluğu? A. Bura nədir? A. A hardadır? B, mən deyim. B'dir da. Sahəsi nədir? Abi. Bunun sahəsi nədir? Abi. AB nə qədər oldu? Altdan üst qalıb da. Deməli bu 2AC üstə gəl 2BC-nin də üstünə əlavə nə gələcək? 2AB nəyimiz olacaq bizim? Tam sətrimizin sahəsi. Yəni tam 6 dənə üzünün sahəsidir adı. Bu oldu belə. Problem yoxdur gələcək. Burada sahəsinin tapılmasında oturacaq, yan üz, tam səth. Yəni sonra gəldi həcm. V. Həcm tapanda oturacağının sahəsini hündürlüyünə vurursan. Oturacağın sahəsi nədir? Hündürlüyü nədir? C. Üçün də bir-birinə vurursan da. Oturacağın sahəsinin üçün hündürlük. V bərabər ABC. Bu da oldu həcm. İndi bunun diaqonal kəsiyini ayrıca çəkib göstərək. Diaqonal kəsiyinin sahəsi və yaxud da bunun diaqonalının tapılması necə olacaq? Demək, burada bir dənə yüngülvari bir paralelizm çəkirik. Demək, bu olsun paralelizmimiz. Hə, diaqonal kəsiyi hansı fiqur idi burada? Düzbucaqlı idi da. Məsələn, elə ki, künclərindən gəlin buradakını çəkək məsələn. Ortadan bir dənə nə keçirmirsən, düzbucağı keçirmirsən də bunun içərisinə. Bax belə. Bu bizim nəyimizdir uşaqlar? Hə? Bu lövhə bizim nəyimizdir? Diaqonal kəsiyimizdir da. Aydındır. İçərisinə elə bir keçirmirsən, bunun kimi. Aydındır. İçərisinə bir dənə düzbucağı keçirmirsən. Diaqonal kəsiyimiz hansı fiqurdur? Düzbucaqlıdır. Onda mən buna bayaq nə demişdim? Hansı hərflə işarə eləmişdik? Tutaq ki, buna B demişəm. Burada A demişəm. Bu da düzbucaqlı paralelizm daxil. Bunlar 90 dərəcədir. Burada nə demişəm? C demişəm də bu hündürlüyə. Bu xətt var ya, bu məsələn buna tutaq ki, K deyək. Bu K xətti nə sayılır burada? K nədir orada? Nəyin diaqonalı? Oturacağın diaqonalı. Bayaq K oturacağın diaqonalıdır, düz deyirsiniz. K oturacağın diaqonalı. Və həm də diaqonal kəsiyinin nə idi? Tərəfi. Eləmi? Diaqonal kəsiyinin tərəfidir. Oturacağın diaqonalıdır. Həm də bundan belə yazaq ki, oturacağın diaqonalı, bir də diaqonal kəsiyinin tərəfi. Diaqonal kəsiyinin tərəfi. Onda bəzən sənə A ilə B-ni verəcək. Pifaqordan istifadə eləyərək nəyi tapacaqsan? K. Buradan özümüzdən bir düstur yaza bilər ki, bildiyimiz Pifaqorla da, yəni A kvadratı deyil. A kvadratı üstə gəl B kvadratı bərabər K-nın kvadratına. Buradan K-nı tapandan sonra gəlib K-la C-ni bir-birinə vurub nəyi tapacaqsan? Diaqonal kəsiyinin sahəsini tapacaqsan da, yəni eyni uzunluğa vurmaqla, hər şey yaxşı olacaq. Deməli, nədəki fikir gedirsən? Deməli, gəldi bura. S diaqonal kəsir
S diagonal kəsi DK, yəni diagonal kəsiyin sahəsi. Artıq niyə söyləşdin? Hə, bilirsən. Hə, S diagonal kəsi budur, ortadakı xəttlərin işlədiyim hissə. C vur nə? K. C vur K. İşdir. K-nın tapılmasını istəsə, ancaq bu formada verə bilər də, diagonalla tapa bilərsən. Yəni, Pifagordan buradan AB-dən istifadə edərək K-nı biz tapa bilərik. Belə. C vur K. Bəli, bu şəkildə. Belə. Düz cavab paralelimiz belə. Başqa. Kub ben. Nə? Kub. Kub. Sileyim mi buranı? Bəli. Kub. Kub bildiğimiz bunun kimidir. Ama sadece orada bütün tiller eynidir. Yani bütün üzler hansı figurdu burada? Kvadrat. Kvadrattır. Bütün üzler kub. Bütün üzler kvadrattır da. Neçə üzü var? 6 dənə üzü var. Yəni 6 dənə nədən ibarətdir? Kvadratdan ibarətdir. Bu lap rahatdır da. Elə bil ki bunu nənəmin hələ də yadında qalıb bunu üstürlər. Yəni bu ancaq bir dənə hərfdən istifadə olunur. O da Siyah yoxdur. bura bax. Tez ol. Yəni bu oldu bizim nəyimiz? Çupumuz. Deməli. Bu. Bütün tilləri. Bütün tilləri beraber olan Benim. düzbucaqlı paralelepipedə nə deyilir? Kub. Deyilir. Bəli. Ay paralel. Bəli. Ay yok. Kub. Yəni kub, bu da yanlış ama. Kub, bütün tilləri eyni olan elə paralelipiped. Yəni bayaqçının tilləri bərabər olan formasıdır. Başa düşdünüz mü? Bayaq məsələn ABC yazmışıq. İndi nə yazacaq? A yazacaq. 3 dənə A. A. Bəli. A. Bəli. Yaxşı. Ümidvaram ki, bir şey buradadır. Bir dənə mini kub çəkəcəyik. Kub çəkəndə isə filo. 2 dənə kvadrat kəsişdirsən, Venn diaqramı kimi. Ad çəkməyim də, fikriniz burada olsun. Deməli. 2 dənə kvadratı nə edirsən? Kəsişdirdin. Sonra təpələri nə edirsən? Birləşdirirsən. İndi Firidun, bu neçə dənə təpəsi var? Firidun deyirsən. Nəfər? Neçə dənə təpəsi 2 var? dənə. Bəli, hansı var? Biri yuxarıdakı deyil. Aha. Yox. Ha. Kubun yuxarıdakı. Arası. Deyil yuxarı. Və Təpəsində kvadrat üstü. o üzdür, təpə nöqtəsi. O neçə təpə nöqtəsi var? 4 dənə. Ha, bir dənə. 2 dənə. Say. 3 dənə, 4 dənə. Aşağısı. Hə, 6 da var. Var da. 5, 6, 7, 8 dənə. Neçə oldu? 8. 8 dənə, bəli. Deməli, təpə nöqtəsi neçə dənə oldu? 8 dənə. Bəs Məhəmməd Əli, üzlərinin sayı neçə üzü var? Çok üzüldü. 4 tane. 6. Yaxşı. Bəs həyatda neçə üzlü insanları tanıyırsan? 2. 2-dən çox olmur. Olur. Rastlaşırsan elə insanlarla. Bəs deyirsən, nə bilirsən, mən rastlaşmamışam, bir sürü olur. Nə bilirsən? Təziyə. Hə. Deməli, kubun neçə özü var? 6. 6 dənə. Yeşiyin tərəfi, bütün ətrafına bax, neçə dənə özü? 6. Deməli, tillərin sayı neçə dənədir? 6. Və tillərin sayı? 12. Tillərin sayı yenə 12 da, fərq eləmir. Ayaq kimi.
Bəli. Bəs diaqonal sayı 4. real diaqonal sayı 1, 2, 3, 4. eyni şeydir. Paralelipipedlə bunlar hamısı heç bir fərqi yoxdur. Bayaqçı paralelipipeddəki sayıların eynidir. Sən burada uzunluqları eyni damsın, burada fərqlidir. Say etibarilə eyni damsın. Diaqonal nə qədər uşaqlar? 4 dənə. Bəs diaqonal kəsir? 2 dənə. Yenə 2 dənə. Bəli. Diaqonal kəsiyi yenə 2 dənə. Bəli. Oturacağı hansı figurdur? Kvadrat. Kvadratdır. Bəli. Kvadratın sahəsi necə tapılır? A'nın kvadratı. Onda S-ot nəyə bərabərdir? A'nın kvadratı. A-nın kvadratıdır. Yəni burada gördüyümüz bütün tillər hamısı nədir? Bəli, dolduracam bu hamısı. Bəli. Bəli. Onda keçib burada yazı düsturları. Deməli, onda yazırıq ki, S-ot nəyə bərabərdir? A-nın kvadratı. S-oturacaq bərabərdir A-nın kvadratı. Bəs neçə yan üzü var? 4 dənə yan üzü var. Bir yan üzün sahəsi necə tapılır? 4. Bir yan üz. A kvadrat. Neçə dənə yan üzü var? Eləyəcəksən. 4 dənə kvadratdır da 4 dənə A kvadratı. 1, 2, 3, 4. 4 dənə yan üzü var, hamısı da kvadratdır. Onda S yan, yəni yan səthinin sahəsi olur 4 vur A kvadrat. Bəs bütün neçə üzü var? 6. Onda tam səthin sahəsini alacaq. 6 6 A kvadratı. Yəni. Orada oturacağı 2 kvadrat olmalı deyildi. 2 də oturacağı var. Hadi. 10 yox, 10 qeyd eləsə də, deməyəcəksən, S oturacaq deyəndə bir dənə bunu nəzərdə tutur. Təbii ki, desək ki, Oturacaqlar. o tam səthi tapanda hə, 2 oturacağı da götürsən. Ona xüsusi vurğulamalı ki, oturacaqlarının, onda sən ki, ikisini götürsən. Ya sadəcə S oturacaq desə, bir dənə bunu götürsən. Deməli, həcm nə olacaq? Həcm tapanda ümumiyyətlə oturacağının sahəsinin hündürlüyünə vurur da. Oturacağının sahəsi nədir? A'nın kvadratı. Hündürlüyü nədir? A. A'nın kvadratını A'ya vuran nə edir? A'nın 4. A üstü 4. Konstrüksiyon. A'nın kubu. Belə, bu şəkildə. Aydındırmı? Bu kuba aid əsas şeylər. İndi kubun diaqonalının heç paralelipipedin diaqonalını yazmışdım. İndi bu diaqonal kəsiyinə də baxarıq, sonra diaqonalının tapılmasına da baxarıq. Yaxşı, burada bir dənə kub çəkək. Çəkin, əliniz öyrəşsin bunlara. Deməli. Deməli, qaz. Bu bizim kubumuzun olsun diaqonalı. Eləmi? Kubun nə idi bu? Diaqonalıdır. O kubun diaqonalıdır. Kubun diaqonalına D deyirəm. Bəs bu nədir? Bu tilidir da. Bəli, ona da bir A yazıram. Bu olsun A. Bəli. Mümkün düşün. Demək, bu da olsun A. Tilidir. Yaxşı, bir dənə də xətt çəkirəm. Bəs bu nədir? Bu nə sayılır? Tərəfin diaqonal. Nəyin? Oturacağın Oturacağın diaqonal. diaqonaldır. Bəli. İndi mən bura nə hərf yazmalıyam bura? A da, görmüşsən tilə A yazmışam, hamısı A olmalıdır. Zəncərli hepsi. A. Sən sual. Yaxşı, niyə? O eşidirməyəcək. Yazılmır video zəncərində. Gərək süş rejimindən qoyalım. Hə. A, bura nə olacaq? Nə? Attın yoxsa təmcəl dedim? Bilirsən dedim. Hə.
Oturacaq hansı fiqurdur? Düzbucaq. Oturacaq hansı fiqurdur? Kvadratlar olar. Kubdan söhbət gedir. Oturacaq burada nədir? Kvadratdır. Sən də əgər məsuliyyətli şagird olaraq kvadratın xassələrini bilirsənsə, bilməlisən ki, diaqonal bucaqlar necə bölür? 45-45. Sonra üçbucaq qaydasından bilirsən ki, 45-45 qaydasında A-A-dsa bura nə olur? A köşkdə 2. Onda burada bir dənə formalaşır. Düzbucaqlı üçbucaq yaranır, görürsünüz. Diaqonalı buradan biz nə edə bilərik? Tapa bilərik. Bax, burada içini mavi rənglə iştiqlədiyim hansı fiqurdur? Düzbucaqlı üçbucaq. Onda orada Pifagor tətbiq edəsin. D-nin kvadratı bərabərdir nəyə? A kvadratı üstə gəl. A kök 2-nin kvadratı. Onda D kvadratı bərabərdir. A-nın kvadratı üstə gəl. 2A kvadratı. D kvadratı bərabərdir. 3A kvadratı. Bəs D nəyə bərabərdir? D kvadratı buna bərabərsə D nəyə bərabərdir? Kökün altına saldı. Keçməmişdir kök altı olan A kvadratı. D bərabər nəyə yekunda? D nəyə bərabərdir? 3A. Hansı məntiqlə deyirsən? Kökdən 3 çıxır. A kökü. Yox, kökdən 3 çıxır. A kökü. Nə gəldi danışırsınız? Düşünün də, nə? A kökü. 3 kökdən çıxır. Xeyr, amma A kvadrat kökdən çıxır, nə olur? A kök 3. İndi mən o düsturunu almaq istəyirəm. Bəli da, özünü də tapa bilərsən. Yəni düstur kimi yanaşmayın da buna. Hə, şifahi yadında qarşı başqa məsələ. Bil ki, diaqonal tərəfin nə idi? Kök 3 mislidir, həmişə. Kubda. Şöyle kulağı buradan bravo. Bil ki, şimdi burada olsun da. Balkonda da fikir. Görün mida 1-dən mida 2 kim gedib gəlir. Buratlarımdan kim gedib gəlir. Hə, bravo. Hə, deməli bir dəfəli bilin ki, kubun diaqonalını tapmaq üçün tilini köküçə vurmaq lazımdır. Bitdi. Aydın belə. Yalnız bitməyi gözləyirsiniz. Ayıb. Deməli. Orada uşaqlar mesaj yazmayalım, qalmışam. Tez bitsin, deməli. Burada uşaqlar bir də kubun diaqonal kəsiyində yazıb bitsin. 2x-ə baxmıyoruz. Diaqonal kəsiyi. Kubun diaqonal kəsiyi. Vətəndaş, bravo. Kubun diaqonal kəsiyi. Deyəcəm, necə göstər. Göstərə bilərsin ama. Mən B-yə çəkəmdir bu dəfə. Kubun diaqonal kəsiyi hansı olsun? Həmişə bayaqdan o tərəfdən çəkəcəm, indi B-yə çəkəcəm. Məsələn, bu kubun nəyi olsun uşaqlar? İçərisindən keçirilmiş düzbucaqlıdır və bu tərəfdəkini çəkdim. İndi bunun elə bir tərəfi nədir elə? A-dır da, elə deyilmi? Bir tərəfi A-dır. Bəs indi burada A-daq eləmi? Bura nədir? A-dır. Bura oturacaq kvadratda sən bilməlisən. A, bura nə olur? A kökdə 2. Onda S diaqonal kəsiyi nəyə bərabər olacaq? A vura köşkdə 2. A bura kökdə 2. Yaşıl hissə, yaşıl hissə. Hansı fiqurdur? Düzbucaqlıdır da. Bir tərəfi nədir? A-dır. Bir tərəfi nədir? A kök 2-dir. Onda A vur. A kökdə 2 ilə tapılacaq. Diaqonal kəsiyinin sahəsi. Belə. Anladınız mı? Bəli. Çox üçün. Amma kubun həcminə uyğun olmalıdır. Amma o da 4 sağlıqdır ki, diaqonal kəsiyinə onu yerləşir. Normal diaqonal kəsiyində kubun həcmində olmalıdır ki, Kvadrat A sonunda həcmində yox da, yəni onun ölçüsündə olmalıdır. Yerləşsin. Yerləşmirsə onun diaqonal kəsiyi ola bilməz. Orada kvadrat.
Makina konusu. Ha. Heç şey. Ne diyeyim ben? 66 50'si diyorum. Burada dayandım. Uşaqlar bayadan məzəl vura-vura durublar.